şərəfinə xoş gəldin deyirəm. Əhmədov ailəsi adından. İndi bəyimiz daxil olacaq məclisimizə. Çox xahiş edirəm hamıdan. Bir ayağa qalxaq, xahiş edirəm hamımız ayağa qalxaq. Talih ailənin bir oğludur. Alqışlayan Talih bəyimizə hamı deyilən. Eşq olsun Talih Əhmədova. Əhmədov, Talih Əhmədoğlu. Gözəl bir alqış xahiş edirəm dostumuzun şərəfinə. Çok sağ ol deyirəm, minnətdaram hər birinizə. Bir alqışla musiqiçilərimizin şərəfinə xahiş edirəm dostlar. Əziz dostlar, mehriban musiqi sevərləri, Talihin xətrini istəyib, onun dəvəti ilə bu gözəl məclisə gələn mehriban dostlar, əziz qardaşlar və gözəl sənətçilər, ömrümüzə, talihimizə düşən bu xoş gün, 14 iyul 2008-ci il, ailənin yeganə oğlu, tək evladı, gözəl sənətçimiz, gözəl klarnet ifası, yaddan çıxarmayaq ki, vağzalı ancaq klarnetdə ifa olunur. Allah hamımızın ailəsinə, hamının ocağına vağzalı nəsib eləsin. Bir alqışlayaq xahiş edirəm Talih qardaşımıza hamı ürəkdən. Bu günləri çox tarixi və gözəl gündür. Mən Talihin dayılarıyla dostlarım, yəqin hamımız bilirsiniz ki, bu ocaq, bu ailə musiqicilər ailəsidir. Bu gündə Talih qardaşımızın şadlığıdır, toyudur. Allah Teala vəyimizi xoşbəxt eləsin, oğullu qız eləsin. Sizin hər birinizə Əhmədoğlu ailəsi adından xoş gəldin deyirəm. Və ağsaqqala söz vermişdən öncə istəyirəm ki, bu gözəl musiqiçiləri, çünki bu gözəl sənətçilər Azərbaycanımızın fəxridir, Azərbaycanımızın əzzidir. Azərbaycanımızın ən gözəl sənətçilərindən biri, hamımızın dostu, bütün dövlət tədbirlərində öz sənətinə sevilən, seçilən, hörmətli Eldar qardaşımız, bir alqışlayaq xacəm Eldar dostumuzu, eşq olsun gözəl sənətkarımıza. Talihin arzusu ilə bu günləri ilk musiqi sələnginin vağzalını məclisimizə, bu gözəl toyumuza bəxş eləyən İlkin qardaşımız, bir alqış payda İlkin şərəfinə xahiş edirəm. Bizim əzzimiz, fəxrimiz, bütün musiqiçilərimizin məclisində dost kimi, qardaş kimi, sənətçi kimi sevilən, seçilən mənim də əziz dostum Ceyhun qardaşım, bir alqışlayaq xahiş edirəm Ceyhun qardaşımızı. Mən belə bir söz işlətmişdim o vaxtı, ritim varsa həyat var. Natiq Şirinova dərin minnətdaram ki, bu sözü həmişə televizorda, mavi ekranda işlədir. Fərəhlərlə ondan, ritim olmasa həyat olmaz. Alqışlayaq mehman dostumuzu, mömin mehman, bəli. Mehman, sən bilsən ki, mən sən xətrini çox sən, mehman öpürəm sən, sən Azərbaycanda bir dənəsən. Özündən müqayət ol qardaşım, biz səni çox sürük. Allah sənin canını sağ eləsin. Necə sənətin böyüksə, özün də sənətinlə bərabər, özün də böyük olursan həmişə. Bizim gözəl istedadlı nağara ifaçısı Pərviz Mamedoğlu, bu deməli, yəqin ki, Ağataş müəllimlə işləyən Mamed kişini hamı gözəl xatırlayır, gözəl sənətçi olub, gözəl dost olub, gözəl ağsaqqal olub, oğlu Pərviz qardaşım bugün gözəl məclisdə öz ritmi ilə yəqin ki, hamımızı sevindirəcək. Ramin qardaşımız gündə televizdadır, ehtiyac yoxdur. Seymurla bu ancaq televizdə çıxış elə, hər gündür, bəli. Ramin, sənə xüsusi alqışlayıram, bağrıma basıram, Allah canını sağ eləsin. Son zamanlar qarmon çox inkişaf edib, bu da qarmon salanların böyük fəaliyyəti və əməyi nəticəsindədir. Mən arzu elərdim ki, obri musiqi alətləri də inkişaf eləsin, qarmanla bərabər olsun. Zakir Siyəzən, bir alqış payı xahiş edirəm, Subayl oyun olsun, onun toyuna iştirak edək. Səs rejissoru çoxdur, ancaq Şamo Zahid bizim dostumuzdur, mən onu çox istəyirəm. Oyun olsun ki, Şamo həmişə gözəl günlərdə şadında sevinə, sənə xətri mən həddinə çox istəyirəm. Gözəl bir, populyar bir xanəndəmiz, əsl mənada Azərbaycan
muğamlarını, xalq mahnılarını gözəl ifadə edən Zakir Əliyev buradadır. Alqışlayan qardaşımızı, eşq olsun bu gözəl dostumuzu. Ben onun xətrini çox istəyirəm. Və bugünkü məclisimizdə xahiş edirəm bir dənə üzr istəyirəm hamıdan. Mən hamımızdan bir balaca böyüyəm. Bir də Şestoy adını alqışlayaq. Çünki bu toyumuz Şestoydadır da. Çünki illərin sənətkarıdır bu gözəl insan. Ramin də təbrik edirəm. Mənim əziz dostumu. Bu gözəl məclisimizi də 6-cı mikrorayonda hamıya sevinç bəxş edən, yəni bu rayon bilirsiniz ki, qiymətli, qüdrətli rayondur. Ümid Şadlıq Sarayı, onun müdiriyyətinə, kollektivinə eşq olsun deyirəm. Məclisimizi də deməli, Ümid Video Studiyasının kollektivi lentə alır. Allah Teala hamının canını sağ eləsin. Bu gündə hamı görürəm cavanlardır. Elə biləm səmimi, gözəl bir musiqili məclis olacaq. Və bu günləri, bu gözəl məclisdə hər bir cavanın, hər bir dostun, hər bir qonşunun, hər bir qardaşın gəlişinə ürək dolu sevinən bəyimizin atası, mən istəyirəm Əhməd kişini bura dəvət eləyək. Bir alqışlayaq xahiş Əhməd kişini hamımız ürəkdən. Çox xahiş edirəm. Əhməd kişi çox nübarəydi. Mən şəxsən sənin oğluna fəxr edirəm. Həqiqi mənada. Belə açıq ürəklə deyirəm. Mən Natiqə də dostumdur, yəni bilirəm ki, Binəqədi bilirsən də, yekdir, təkdir də. Natiqi də ədalət alqışlam, əzizlərimdir. Dayılar, adil dostumlar, Raminlə çox mübarək edirəm. Mən talihlə çox məclislərdə olmuşam. Doğrudan da bu tək olmaqla, bahəm, yek olmaqla çox böyük mədəniyyətə, çox böyük tərbiyə, çox böyük istedad malik bir oğlandır. Yəni Ağsarayda çox məclislər olub, Bakıda çox məclislərində olmuşuq. Hətta bu yaxında deməli ancaq və ancaq ikimizi aparıblar Sumqayıta. Talih çalıb mən yaratmışam. Sən oğluna fəxr eləməzsən həqiqi mənada. Bir alqışlayaq xahiş Əhmədov Əhməd. Sənə qurban olum. Allah sənin balığı bir müdaq eləsin. Oyun olsun ki, ocağından bir gözəl bir uşaq səsi gəlsin, biz də sevinək. Əhməd ki, çox nübarəkdir. Mən çox şadam ki, bu günləri Talihin atası ilə əl görüşüb və onu öpürəm. Buyur əzim. Xoş gəlmişsiniz. Allah canınızı sağ eləsin. Gələn ayaqlarınız var olsun. O gün olsun ki, sizin qapımızda da şadlıq olsun. Talih iştirak eləsin. Xoş gəlmişsiniz. Əvvəl ki, Allah hamının talihinə bax belə sevinç nəsib eləsin, toy nəsib eləsin. Eşq olsun, minnətdaram sən. Bəli, öpürəm sən. Gözəl mübarək, gözəl mübarək. Bir də gözəl musiqi gəlir, xahiş edirəm. Bir əl çalaq, xahiş edirəm. Əvvəl ki, şərəflər. Çox sağ olun, minnətdaram gözəl musiqiçilərimizə.
Valideyn için en güzel gün evlat sevincidir. Doğrudan da bu günləri Əhməd kişinin sevincindən də onun narasından da mən hiss elədim ki, bu gözəl məclisi, bu gözəl insan zaman zaman gözləyib. Allah Teala Əhməd kişinin canını sağ eləsin, gözün ağı qarası, bizim hamımızın dostu, hamımızın qardaşı. Böyük mədəniyyətə, böyük hörmətə, böyük istiqanlığa, böyük qabiliyyətə, sənətdəki öz yerində Talih qardaşımızı hamının adından təbrik edirəm. Həqiqi mənada mən Talihə çox istəyirəm. Ona görə ki, bu düzgün yoldadır. Mən fəxr edirəm ki, o musiqiçi ki, düzgün yoldadsa, onu alqışlamaq lazımdır. Mən neçə ildir sənətdəyəm, yəni ki, bilirsiniz ki, qoşnağıra çalmışam, sonra klaret çalmışam, sonra tamadalıq edirəm. Day, mən kimləri görmüşəm, day? İnanız mənə. Çox böyük sənətçilər olub Azərbaycanda. Hamısı sevilib, seçilib, tanınıb. Bizim bəzi musiqiçilər, burada cavanlar çoxdur. Həddə gələndən sonra, pıllaşandan sonra, maşını olandan sonra görürsən ki, əylirlər, yolların azırlar. Elə lazım deyir. Mən arzu edirəm ki, musiqiçilər həmişə hörmətli olsunlar. Bir-birimizə qiymət verək, bir-birimizin qədrini bilin. Əgər musiqiçi bir-birinin qədrini bilirsə, bir-birinə qiymət verirsə, cəmaat da, xalq da ona qiymət verər. Allah da sizlər həmişə qiymətli, qüdrətli, şöhrətli eləsin. Mən hamımızın adından Əhməd kişiyə ürək dostu çox mübarək edirəm. Onun yeganə oğlu, bizim hamımızın dostu. Talih bəy təbrik edirəm. Allah Talih bəy xoşbəxt eləsin. Bütün bu gözəl məclisi atası yox, inanız mənə, tək özü görüb. Bir-bir hamını dəvət edib. Mənim yadımdadır ki, gəldi Cənnət restoranına, İlkini çağırdı, söylədi ki, İlkin, mən arzu edirəm ki, mənim toyumda sən klaretdə ifa eləsən, bu böyük arzudur. Mənə zəng eləyib, üzr istəyirəm hamımızdan, mən çox musiqiçilərin toyunda olmuşam. Mənə zəng eləyib, deyir, Akif əmi, səni narahat elən təzə bəydir. Həyatımda, telefonda bizdə də bu söz işləyirəm mən. Tərbiyəsinə, qabiliyyətinə, hörmətinə, şöhrətinə bax. Alqışlayaq belə sənətkarı ki, böyüklərə hörmət edir. Allah sənə həmişə hörmətli eləsin, Talih. Hamımızı təbrik edirəm. Elə bilirəm ki, bizim böyük sənətkarımız, dahi sənətkarımız, bütün dünyanı gəzmiş, elə Adilin də, Raminin də, hamımızın dostu, Eldar müəllim başda olmaqla bugün gözəl musiqiyə qulaq asacaq. Zakir Siyəcənli, mən bunun etikasına, mədəniyyətinə böyük hörmətim var. Düzgün yoldadır, öpürəm onu, bağrıma basıram, oyun olsun, onun toyunda iştirak edir. Mən xüsusi alqı, Ceyhun qardaşımız, bizim əzizimizdir, fəxrimizdir. Bütün qarmon çalanları necə lazımdır, razı yola salır. Elə biləm ki, Zakir də sənin dostsundur, fərqi yoxdur. Mehman gəl yerində yoxdur. Ona görə bax, mən həmişə istəyirəm ki, musiqiçilər yerində olsun. Böyüklər deyirlər ki, musiqiçi toyun güzgüsüdür. Musiqiçi yerində olanda hamınız fikri, arzu ilə musiqiçi olur Ramin qardaş, elədir mi? Öpürəm Ramini də, Pərvizi də, Zakiri də, İlkini də, Əhməd kişiyə bir daha çox var edirəm. Natiq əmiyə, Ədalət əmiyə çox var edirəm. Bizim hamımızın dostu, illərin sənətkarı Adil qardaşıma, Raminə ürək dostu çox var edirəm. Oyun olsun ki, bu qardaşların ocağının, ağsaqqalının adını daşıyan İbrahimin toyunda iştirak edək. İnşallah Allah günə hamımıza nəsib eləsin. Yəqin iştirak edəcəklər mütləq. Bu arzudur, istəkdir. Çox mübarəkdir, çox mübarəkdir. Məhəbbət üsallı bu şən məclisə biz həvəslə, şadırı ilə gəlmişik. Toy busatı bayram ola həmişə, safirə ilə, safirə ilə gəlmişik. Baxışlarda şadlıq, sevinç, əzəmət, çatın muradına ülvi məhəbbət. 100 yaşasın bu izdivad, bu ülfət, xoş məramlı bildilərlə gəlmişik. Arzulara kaşkı belə sataydıq. Qovuşub diləklər, dostlar, gün aydın. Hamının adından deyirəm, bəyimizin atası Əhməd kişiyə gözləri üzmin aydın, şirin şəkər təzisə də gəlmişik. Fərəhidir xeyişin müjdəsi, yaddan çıxmaz bu axşamın nəşəsi. Bütün musiqiçilərin inşallah ocağından gəlsin belə gözəl toy səsi, neçə təbrik, neçə təslim, neçə rəqsdə gəlmişik. Bəyimiz, Talih bəyimiz qoy var olsun. Hamının adından deyək, Əhməd atasına, Natiq əmisinə, Ədalət əmisinə, Adil dayısına, Ramin dayısına bu gözəl toyumuz mübarək olsun. Bu şadlığı istəməyən xar olsun, bir məqsədlə birdə də gəlmişik. Sevgidir bəzər insan ömrünü, fərəhli keçirək hər ötən günü. 14 iyul 2008-ci il. Ümid Şadlıq Sarayında yaddan çıxarmayaq, talihimizə düşən Talih bəyimizin bu gözəl toy günümüz mübarək olsun. Əzilən baz almaz, namərddən mərd ataz olmaz. Əhməd kişiyə ürəkdən deyirəm, belə oğlu olan ata day heç vaxt qocalmaz.
Əzinem aydın olsun, gün doğub aydın olsun. Ham ürəkdən deyir. Əhmədoğlu ailəsinə, Talih qardaşımızın bu gözəl toyu mübarək olsun. Məclisdə nə qədər klaret ifaçıları var, hamısından intervyu alacaq mütləq. Bu arzudur. Çünki bugün gözəl gündür, qiymətli gündür. İstəyirəm ki, musiqidən öncə, yəni bilirsən də ailədə belədirlər. Ailənin ilkini, Talih də ailənin həm ilkinidir, həm də sonudur, yeganəsidir də. Sənin adın ilkindir, bəlkə də bu Talihin qismətidir qardaşım. Sən bugün bu gözəl məclisdəsən, Allah sən canını sağ eləsin. Bu yaxında eşitdim ki, evladın gözəl bir liseye daxil olub, o da təbrik eləmsə, uğurlar arzu edirəm. O iləsin toylarında iştirak eləyək. Sənət yoldaşın, həmkarın Talihə bir dost kimi, bir qardaş kimi arzu ilə gəlmirsən bu məclisə. Nə arzu edirsən? Allah mübarək eləsin qardaşım. Xoşbəxt ol. Sənət yollarında uğurlar arzulayıram. Bütün arzularına çatasın. Gözəl arzudur. Söz verəyim musiqiyə. Gözəl bir xahiş elə, bir kompozisiya. Var mı İldar müəllim? Buyurun, söz sizindir. Sonra yəqin ki, gözəl bir muğama, musiqiyə qulaq asacaq. İlk öncə, Eldar buradasa bir kompozisiya qulaq asaq da. Buyurun.
Mehman dağlı balası, eşk olsun.